Ermənistanın geosiyasi gedişləri beynəlxalq aləmdə qarşıdurma yaradıb. Bu dəfə rəsmi İrəvan Kremlin diqqət mərkəzində olan barışıq manevrlərini pozaraq özünü daha dərin təcridə sürükləyib. Rusiyanın siyasi dairələrində isə bu addımlar çaşqınlıq və narazılıqla qarşılanıb. Kreml açıq şəkildə xəbərdarlıq edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından kənarlaşdırıla, iqtisadi və siyasi səfalətə məhkum edilə bilər. Cənubi Qafqazda isə qeyri-müəyyən situasiya yaranıb. Belə ki, Rusiya bu regionda mövqelərinin tamamilə itirmədiyini nümayiş etdirməyə çalışır. Gürcüstan və Ermənistan Kremlin geopolitik oyununun mühüm parçası olaraq qalır. Xüsusilə də Ukrayna müharibəsinin yaratdığı yeni vəziyyət Moskvanın regionda əvvəlki mövqelərinə qayıtmaq üçün manevr imkanlarını artırıb. Bu isə onu göstərir ki, Kreml Cənubi Qafqazı öz nəzarətindən buraxmaq niyyətində deyil. Ermənistan daha çox Qərbin və xüsusilə ABŞ-nin diqqətini öz üzərinə çəkməyə çalışırdı və hesab edirdir ki, Kremlin maraqlarına nə qədər meydan oxuyarsa, Qərbdən bir o qədər böyük dəstək qazanacaq. Lakin Paşinyan rejimi Rusiyadan Qərbə qaçış planında ABŞ-da keçiriləcək prezident seçkilərinin mümkün nəticələrini tam nəzərə almadığı üçün reallıq Ermənistanın geosiyasi planlarını alt-üst etdi. Son zamanlar İrəvanın Rusiyaya doğru yumşalma manevrləri də məhz bu ümidsizliyin nəticəsi idi. Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı sənədi arxa plana keçirdiyi barədə məlumatlar yayılmışdı. Amma son anda Ermənistan parlamenti həmin sənədi təsdiqləyərək növbəti siyasi səhvə yol verdi. İndi isə rəsmi İrəvan bir tərəfdən Moskvanın qapısını döyür, digər tərəfdən Avropa Birliyinin gözlənilməz bir dəvət göndərəcəyinə ümid edir. Beləliklə, siyasi arenada İrəvanın səhvləri artır və hər yeni səhv Ermənistanın daha da dərin uçuruma yuvarlanmasına gətirib çıxaracaq.